Mən bilirsiniz necə hiss edirəm, İrana kütləvi zərbələrin endirilməsi. İrana 3 dövlət tərəfindən, ən az 3 dövlət tərəfindən İranın bütün obyektlərinə, raket bazalarına və eləcə də deyir, məsəl üçün Trumpın son fəaliyyətini mən izləyirəm, o deyir ki, biz Ayətullah Xomeyni vurmayacaq, yəni biz onu məhv etməyəcəyik. Bəli, hədəfimiz bu demək ki, o hədəfdir. Bax, biz son məsələləri Ukrayna fonunda, baxın Zelenskinin dəvət elədi, nə vəziyyətə qoydu Amerikada, sonra təzədən dəstək verdi, silah ayırdı. Bu deməkdir ki, artıq bu siyasətçi nə edəcəyi bilinmir. Ona görə Rusiya Federasiyasının prezidenti onun addımlarına uyğun çıxışlarını edir və addımlarını atır. O demir, mən İrana dəstək olacam. Necə bu deyir, mən İsrailə dəstək olmayacam. Eyni prosesdir. Və bu artıq sizin qeyd etdiyiniz Qarila rəqəbli komandan o yerdə döyüşən bütün zabit generalitetlə gedir. Məsələ 10 illərdir yaxın şərqdə döyüşən heyətlə, o kontingentlə quru əməliyyatının keçirilməsinə hazırlaşır. Amma quru əməliyyatı nə vaxt keçiriləcək? Eyni anda zərbələrlə. Bu həyata keçiriləcək. Təşəkkür edirəm Elmar bəy. Minnətdaram təhlilləriniz üçün. Bir daha xatırladım.